olan dostlar, gözəl musiqi severlər. Fəsillərin ən gözəl fəsli olan yay fəslinin ən gözəl axşamlarından biri. 6 may. Bugün çərşənbə axşamıdır. Azərbaycanımızın barlı bərəkətli məkanı. Narın paytaxtı. Çünki nar yeganə meyvə də onun tazı var. Çox aynen Göyçay bir gürültüyə alqışlayaq, eşq olsun Göyçay torpağına. Bu günləri Göyçayımızın sevinci ilə, qüdrəti ilə, məhəbbəti ilə sənətə gələndən Göyçay adını həmişə uza tutan Eldəniz Abdullayev Göyçay. Biz belə bir alqışlayaq, Eldəniz ürəkdən xahiş edirəm. Bu günləri Eldəniz qardaşımızın həyatında çox tarixi və dəyərli bir gündür. Bugünkü bəyimiz Elbrus Abdullayev babasının adını daşıyır. Üzr istəmə eyləşənlərin hər birindən, yəni süvrəmizdə, toyumuzda, məclisimizdə Göyçaydan, Tərtərdən, Beyləqandan, Ucardan, Azərbaycanın hər bir məkanından, Bakıdan, Qarabağdan, hətta Amerikadan gözəl bir sənətçimiz gəlib bu gözəl məclisə. Yəni bu gözəl məclis ona görə qiymətli ki, burada baba ruhi, oğul sevinci, ata məhəbbəti var. Allah Teala Eldənizin atası Elbrus kişiyə qəni-qəni rəhmət eləsin, qəbrin nurla dolsun, ruhu şad olsun. Dünyasını çox gənc dəyişib, gözəl musiqiçi olub. Bugün də onun ruhu ilə, onun adını daşıyan nəvəsi Elbrus'un toydu. Bir alqışlayaq Elbrus Abdullayev, eşq olsun, Eldəniz oğlu, Göyçaylı balası. Mən ilk öncə öz adımdan, əyləşənlərin hər birinin adından. Yəni burada Elbrus kişinin ruhu var. Allah Elbrus kişiyə qəni-qəni rəhmət eləsin, qəbrin nurla dolsun, ruhu şad olsun. Torpağı sanı yaşasın. Nəvəsi də onun adı ilə həmişə ucalsın. Mən ilk öncə əyləşənləri hər birindən xahiş edirəm. Elbrus bəylə dayanıb üzbəyizə oyun olsun ki, Elbrus'un böyük toyunda görüşək. Fəxrimizdir, bəyimizdir, əzimizdir. Elbrus'u alqışlayaq, eşq olsun Elbrus qardaşıma. Qardaşları Fəridi, Çingizi təbrik edirəm. Dövlətdə dəvə, evlatda nəvə. Bəyimizin babası İmran kişim gürültüyə alqışlayaq, İmran kişiyə canımız yürür. Allah İmran kişinin canını sağ eləsin, göz aydın olsun. Eldənizin evləri Ramiz əmiyə çox mübarək edirəm. Ramizi də alqışlayaq, Natiqi də alqışlayaq, Elnur'u da alqışlayaq. Allah evlərin canını sağ eləsin, onlara xüsusi çox mübarək edirəm. Və Mehriban dayılar, Rafi dayıya, Erman dayıya. Bu toy müşavirə deyir, ancaq müşavir özü buradadır. Bir alqışlayaq müşavir də xahiş edirəm, müşavir dayına, Allah da canını sağ eləsin. Mən də çox sevindirəm ki, bir Şirvanlı kimi uzun illərdən bəri sənətdə, Bakıya gələndən sənətdə özünə yer tutan, dostları ilə, əzizlərlə səmimi olan, dövlət tədbirlərində, efirlərdə, bütün gözəl məclislərdə sakit, mehriban, səmimi, Allah Teala Eldənizi bizə çox görməsin. Doğrudan Eldəniz gözəl dostu, gözəl qardaşlı, gözəl sənətkardır. Mən də öz adımdan bugünkü məclisi idarə edəcək Azərbaycanımızın bir nömrəli ritm ifaçısı İskəndər bəlim bir alqışlayaq oradan qardaşımız, Allah İskəndərin canını sağ eləsin. Hörmətli Orxan qardaşımız, yəni yəqin bilirsiniz ki, Ulu Öndərin 91-ci ildə dünənləri dövlətimiz gözəl bir cəmiyyət Orxana ilin qarmonçalan adı verib, çox alqışlayaq elə, ilin də gözəl toyları elə ancaq maid olur da. Allah Orxanın canını sağ eləsin. Bizim hamımızın dostu, böyük sənətkarımız, gözəl sənətkarımız Elman Navazoğlu'nu alqışlayaq, bu yaxında oğlu əskərdən gəlib oynasın, onun toyu da sevinək inşallah. Çox zamanlar toyu həmişə klarisalanla danışırlar, çünki qapıya birinci klarisalan gəlir vağzalı ilə. İlkini alqışlayaq, ilkin Kemal, Allah canını sağ olsun, qardaşımız, əzimiz, fəqrimiz də. Ceyhun Xilə, hamı gəlib toya gülə-gülə. Ceyhun, Allah sənin canını sağ eləsin, dostumuzsan, fəqrimizsən, əzimizsən. Zernamız olsun belə. Mehman Dağlı, sənəti gözəl həm də maraqlı. Mehmanı xüsusi alqışlayım, əfərəm onu bağırma başlayam. Bakıya gələn hər bir musiqiçi İlham Yağıbovla dostdur. Mən üçün çox maraqlıdır. Deməli, bu Azərbaycanda bütün rayonların stimuludur və simvoludur. Musiqici toylarında təməli bu gözəl oğlan qoyub, alqışlamaq lazımdır, həqiqətən. Elman, İlham da bizim fəxrimizdir, Yağıbov, Qiyasoğlu. Oyun olsun ki, bəy olsun Qiyasoğlu inşallah. İlham, sən öfürəm, bağırına basıram. Dünəndə
düz 12 saat deyən verəm, saat gündüz birdən gəl saat 1-ə bu kişi çalıb, birdən də sonra da özü gördü də. Allah toylarımızı hörməti şöhrət eləsin. Öpürəm sizə İlham. Bağırma basıram. Nağara salanların şahidi buradadır. Səhəddim qarif parıqmaqla gedik. Yine qardaşımızdan. Toya gələndə adam sərgəli yemirdim. Şahidi bir alqışlar orada eşq olsun qardaşımıza. Öpürəm onu bağırma basıram. Yəni hər birinizə xoş gəldin deyirəm. Doğrudan da Eldəniz təkrar olmasın. Mən bu gözəl məclisə gələndə görürsən saat 2-də gedirsən toya. Rövşən müəllim görürsən ki 50 nəfər adam var. Mən bura gələndə gördüm ki tam bu zal dolub. Deməli hörmət qazanmaq pul qazanmaqdan çətindir. Allah Teala Eldənizə hörmətli eləsin. Mən bir daha Eldənizin əvlərinə də, dayılarına da, qaynatası İmran kişiyə də və Eldənizin bütün dostlarına xüsusi bu günləri Göyçaydan gələnləri bir alqışlar edən ağamıza dostum biri sizə fəxrimiz, əzizimiz də Nadir Tarixi yazıb da Allah canını sağ eləsin. Ağamıza öpürəm səni qardaşım. Narın rəvayəti sənin adına bağlıdır. Azərbaycanın yox dünyanın hər yerində. Ağa öpürəm səni, bağırma basıram. Tərtədən gələnlərə xüsusi salam deyirəm. Uzaqdan gələnlərə xüsusi salam deyirəm. Bakıdan sevinənlər, dostları, qardaşları alqışlayıram. Allah Teala burada böyük sənətkarlarımız əyləşib. Hörmətli Raqif Tağıyev. Raqif Tağıyev bəli, alqışlayıram gözəl sənətkarımızı. Allah Teala Miftaliyev Babək, toyumuz mübarək. Bir alqışlayaq adam qardaşımı, öpürəm onu bağırma basıram. Vilayət, Allah rəhmət eləsin, qəbrinin nurla olsun, borcumuz sən bizim böyük dostumuzsan. Yəni muğam üstüleydə olacaq mütləq, Rövşən qardaşım buradadır və yeri gələnlər də yavaş-yavaş salamlayacaq mütləq. Və bugünkü sevincimizlə, şanlığımızı da Star Production, gözəl bir video rejissor studiyası var, tarixdir bu. Çünki burada baş operator var. Hörmətli Zaur Əliyev mənim dostum, operatorlar eşq oldu. Elçin müəllimə də minnətdaram, Allah canın sağ şəxsiyyət. Bəli, tamamilə doğrudur. Vağzalı toyun himnidir. İlkindən xahiş edirəm. Bəy Özü gələcək. Babasının adını daşıyan Elbrus Abdullayev, Eldəniz oğlu. Aycan, aycan, yaşasın Göyçay Azərbaycan. Bəli. İmran babaya da, Ramiz əmiyə də, Natiqə də, Elnur'a da çox var edirəm. Eşq olsun dayılar, Rafiqə də, Elmana da, Müşfiqə də. Bəyimizin əmləri, Fərid əmni də, Singiz də ürəyinə alqışdıram. Ay Allah saxlasın. Atalı, analı, əvəli, dayılı, babalı, nənəli böyüsün inşallah. Gözəl bir alış bu uşaqların şərəfinə. Yaşar Həmidov, buyuraq xahiş edirəm. Hərdən məndən soruşurlar, oğul yoxsa qız məzizdir. Deyirəm, əgər mən bir adayamsa, oğlum qızım mənə bir dənizdir. Uşaqlar sabahımız, uşaqlar pənahımız. Allaha and olsun, babasının adını daşıyan Elbrus Abdullayev, Eldəniz oğlunu pay göndərib bizə böyük Allahımız. Biri gözümdür mənim, biri gözümün giləsi. Kimlər bunu ayrı, kimlər bunu böləsi. Səadət uşağının gül nəfəsi. Bugün müsəlman toyudur. O olsun ki, babası ilə, əvləri ilə, böyük dayıları ilə, böyük əmləri ilə, ata-anası ilə gözəl bəyimiz üçün qurulsun, böyük gözəl toy süfrəsi. Əzirəm şan oldu, şərəf oldu, şöhrət oldu, şan oldu. Gürültülü bir alqış Elbrus dostumuza bugün nə müsəlman oldu. Tanrı qismətlə bax ilkin. Bax Elbrus'un ruhu ilə bəy Elbrus özü bu məclisə xoş gəldin deyəcək. Xoş gəlmişsiniz. Mənə böyük toyunda. Ay Allah saxlasın, ay Allah saxlasın, eşq olsun. Adam mənim çox sağ olasın.
Yani Tahir buradadır bizim dostumuz. Tahir de alqışlayaq Ayşəm Şualanlı balası. Ekber Esedov. Bir alqışlayaq Ekber dostumuz da. Eşkozun Məhəmmədə də. Bunlar hamısı musiqiçiləri evlatlarıdır. Eldən çox hürməli qardaşım. Eldən təbrik edirik. Gözün aydın olsun. Sənin sevincin bizim sevincimizdir. Sənin şad günün öz şad günümüzdür. Və sənin kimi dostun qapısına gəlmək özümüzə doğrudan da borc bildik. Və bu günləri biz elə hər birimiz gələndə qədəmləri mübarək olsun sənin dilindən eşitdik. Mən dostlarımdan xahiş edirəm, Eldənizin ailəsinə bir alqış göndərək, təbrik eləyək, Allah mübarək eləsin, çox mübarək. Ürəyimdə mənim bir arzum var, cavanlar xətadan uzaq olaydı. Ürəyimdə mənim bir arzum var, cavanlar xətadan uzaq olaydı. Güləydi bunların həyat üzünə, könülləri təmiz, üzü ayaq olaydı. Keçəydi günləri gülüşlə sazlan ay balam. Keçəydi günləri gülüşlə sazlan, nəğmə deyərdilər gözəl avazla. Gələydi gözəllər işməklə nazla, könülləri təmiz, canı sağ olaydı. Analar bürünsün şalamla ay balam. Analar bürünsün şalamla, oğul qız böyüdüb yetirsin başa. Azad Göyçay şəhərim sənin min illər yaşa. Hər gülşəndə sənin bir bağ olaydı hacı. Hacı gözəl bəyimizə xoşbəxtliyi arzuladayım. Hacı xoşum gəlməz mənim əzəldən, mənasız şeirdən, duzsuz qəzəldən. Mənlə danışmağa mahdan qəzəldən. Ariflər yatmayıb oyaq olaydı, əzləm can oldu. Əzləm can oldu, damarımda axan qan oldu. Şükür Allaha, ay Eldəniz dostum, Elbruz balamız müsəlman oldu. Heyda Oğul, mən müqəddəs bildim atamı. Həmişə atana sən hörmət eylə. Bəlkə heç qalmadım ağlım kəsənə, dözüb ayrılığa dəyanət eylə. Düşmən toxmağıdır oğul, ey oğul. Ey mənim qanadım, ey mənim qolum. Səhvimi öyrənmə, qurban olum, yaxşı adətimə sən adət eylə. Ataram, babanam, gəl tut yerimi, bilsin arzulanım diləklərimi. Eldəniz oğlum, mən sənə dediklərimi, sən də oğlun Eldənizə nəsiyyət eylə. Yenə fərəhləndi ömür kitabım, bir yeni aslan həyat doğul. Arzu da istəydi, inanın adlı, talihin verdiyi qismət doğul. Oğul evladı gözəl naxışdı, kiminə bahardı, kiminə qışdı. Qız xoşbəxt ocağa köçəri qışdı, ata yurduna yanan çıraq doğul. Əzəldən bağlayan bu bölgədə, vurğunam arzu istək burada. Erburusam, mən oldum olmadım qoca dünyada, adımdan gətirən sevinc nəvər. Əzrəm ad olsun, qəlbimiz sevinclə dolsun. Allah Elburus babaya qəni-qəni rəhmət eləsin, qəbrin nurla dolsun. Nəvəsi Elburus xoşbəxt olsun, gürültülü bir alqış eşq olsun. Allah mübarək eləsin. Ağası
Səs studiyası, Azərbaycanlı fəxri Eşquzun ağa dostuma da. Şirvanın gözüdür bu gözəl məkan, Hey, suyun şəfalıdır, havası dərman. Şirvanın gözüdür bu gözəl məkan, suyun şəfalıdır, havası dərman. Baxsan baxça bağdır bu yerdə məkan, bu yerdə məkan. Ucadır çınarları, tatlıdır şirinları. Ucadır çınarları, tatlıdır şirinları. Çok sevir dostu yarım, temizdir etibarı. Yanaşıqlı Göyçayım, yanaşıqlı Göyçayım, yanaşıqlı Göyçayım, yanaşıqlı Göyçayım. Ay maşallah. Kızlarının dodağı ince, adamı çömreşir hissesi ince. Aslı hanımlarının dodağı ince, her fesle bahardır gelme sevince, gelme sevince, gelme sevince, gelme sevince. Nasıldır çınarları, tatlıdır şirinleri. Çok sevi dostu yarı, temiz yürekli arı, yaraşıklı Göyçayım. Yaşıldır çınarları, tatlıdır şirinleri. Çok sevi dostu yarı, temiz yürekli arı, yaraşıklı Göyçayım. Yaraşıklı Göyçayım. Günləri gözəl bəyimizlə fəxr edənlər, mən bir daha hər üzün adından eldənizə çox mal edirəm və gələnlərə də, sevinənlərə də, yeni təşrif buyuranlar da Eldəniz Avdullayevin adından sizin dərin təşəkkürünü bilirəm ki, bu günləri bu gözəl məclisdə Elbrus babanın ruhu ilə Elbrus balamızın şanına iştirak edilir. Allah Teala böyükləri məclisdə nəslik eləməsin. Yəni Fəridə də, Çingizə də minnətdaram. Sadəcə Eldəniz bu qardaşların böyüğüdür. Allah səni böyükdən nəslik eləməsin qardaşım. Öpürəm səni, bağrımı basıram. İmran baba xüsusi alqışlayıram, əmləri təbrik edirəm, dayıları təbrik edirəm. Mütləq. Sadəcə istəyirəm ki, əziz musiqicilər və bu günləri sevinən gözəl insanlar bu məclisə
Eldəniz, sənin adına Eldənizi təbrik edirəm qardaşım. Gözəl məclisə, əziz musiqicilər, Azərbaycanımızın çox böyük sənətkarı, dahi sənətkarı, Azərbaycan musiqisinin canlı abidəsi və karifeyi. Hər insana karifeyi demək olmaz, ancaq biraz fikirləşək danışanda. Azərbaycanımızın xalq artisti, Dağıstanın xalq artisti, İran İslam Respublikasının dini məclisin qərarı ilə çox böyük hörmətə, şöhrətə, ustad sənətkarı verilmiş və biz, yəni bilirsiniz ki, Qarman inkişafdadır. Başqaları da inkişaf eləsinlər də. Qarman qvardiyası var və Qarman qvardiyasının General Simusi Avtandil müəllim İstəfilov buradır. Tüm musiqicilər adına ona can sağlığı arz edirəm. Allah bu böyük sənətkarımızı böyüdən əsik eləməsin. Və istəyirəm ki, bu gözəl alqışdan sonra elə sözü verəm, bu günləri tarix mənə qismət elədir ki, sən tarixin halallığın qismətinə bax ki, Elbrus özü babasının ruhu ilə öz toyuna xoş gəldindi. Oynasın böyük toyda sevinir. Bu da çox sevinirəm. Yəni Göyçay mağazını da senaryo belə qurdum ki, yəni bu ilsində ki, bu Göyçaylıların toyunda qardaşım. Biz üzr istəyəm, yəni əyləşənlərdən. Bir düşü Elman Namazoğlu'yu, xanlar, məsələn, professorımızdır, yəni Xiləli, Vaqif Qarasuxur filan kəs oradan. Biz də Göyçaylılardan üzr istəyəm, ağamsa dostumdur mən. Yəni biz Eldənizi Göyçay titulundan tanımışıq. Nədə uşaqlar? Yas düz deyirəm, yoxsa yox. Alqışlamaq lazımdır bu gözəl oğlan ki, həqiqi mənada. Ona görə istəyirəm ki, qardaşım, gələnlər də, yəni burada Tərtərdən var, Göyçaydan var, Uzardan var, Bakıda hamı bilir bunu. Cəmaat bilsin ki, sən həqiqi mənada sənətə gələndən Göyçay adını zirvəyə qaldırmışsan. Allah Teala səni həmişə zirvədə eləsin. Sənə uğurlar arzu edirəm həyatda. Oyun olsun ki, Elbrus'un böyük oyunda. İndi istəyirəm, Eldənizin özünün ürəyində arzusu var. Neçə illərdə arzu edir ki, oğlunun toyu olsun. Siz gözəl insanlarla, sənin yoldaşlarla bu məsələdə görüşərsiniz və onun istəyirəm ki, ata kimi bir xeyir duasını və xoş gəldin dinləyək. Buyur edəriz. Hamı xoş gəlib, hamının Allaha çox şükür ki, Allah Teala mənə bütün bu qardaşlara qismət edib. Mən qardaşlıq eləmişəm. Onlar da mənim böyük qardaşlarım var burada. İlham Allah canını sağ eləsin. İskəndər müəllim, Allah sizdən var olsun, Allah sizdən razı olsun. Biraz ola bilər danışıq. Həyəcan da dörür nəsə. Hamı xoş gəlib, hamının qapısında xeyir iş olsun inşallah. Allah canınızı sağ eləsin. Allah köməyiniz olsun. Elman müəllim, Orxan, Allah sənə bala qismət eləsin. Ceyhunun balasının toyunda, Mehmanın balasının. Allah köməyiniz olsun. Əzirəm vaz almaz, namərddən mərətaz olmaz. Mehriban dayları, əmləri kimi gözəl insan. Təri Çingiz kimi qardaşı, Elbrus kimi oğlu olanday sənətkar heç vaxt qocalmaz. Çox mübarəkdir, çox mübarəkdir. Mən də öz adımdan, bütün musiqicilər adından eldən sizə təbrik edirəm. Buyur əzim. Avtandil müəllim ən xüsusi xoş gəlib, Allah onun canını sağ. Onun varlığı mən bilirəm ki, hamımızın yüksək nasreynamız, əhval-ruhiyyəmizdə. Allah onu var eləsin. Əgər Avtandil müəllim buradasa, deməli, xalqın adət ənəsi və musiqisi yaşayır və yaşamalıdır. Düzdürəm, Elbrus.